Biz də deyirik salam ver. Salam ver. Ümumən, bəli, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, cənnətə girməyin yollarından da biri salamı yaymaqdır. Tanıson və tanımadan. Qiyamətin əlamətlərindəndir ki, qiyamətin əlamətlərindən tanıdığın adamlara salam verəcəksən. Hə, qiyamətin əlamətlərindir. Lakin burada söhbət gedir ümumi cəmaata, ümumi. Sən kənd yerlərində, rayon yerlərində qalmışdı bu adət. Orada da indi zəifliyi bu telefon gedəndən sonra, WhatsApp gedəndən sonra, nə bilim, TikTok. Qabaq kətdə gedəndə hamısı bir-birinə salam verirdi. Tanıyırsan, tanımırsan. Amma bir sözləri təhlidi salam vermirsən. Başqa şeydir. Aydın qardaşlar, yəni təfsilata var. Təfsilata var. Bəli, mən də deyirəm ki, salamı yayın. Bu adımətə ki, kimlə gəldi salam ver. Ged Bağdadinə və ya İbn Ladinə salam ver. Özləri amma bizdən salam kəsirlər. Yox, onların bilirsiniz, mümə girən çoxsu, orada olanların çoxsu qardaşlarımızdır. Yəni sadəcə varmayıblar, ya inciyiblər, ya qardaşlar salam biraz belə sərt olub inciyib gediblər. Sadəcə biz tərəfə gəlmək istəyirlər, görürlər biz belə yanmışıq, görürük onlarla da, ona görə çoxsu onlarla deyil. Hə, amma onların içində təsəvvürlə mümeyyi salam vermirsə gör nədir o? Hə, o xavariclərdən pisdir. Hə, çünki onlar Hitler, Stalin, hamısına ver salam. Amma sən vermirsə göründə o nə gündədir. Olan var radikalları, salam vermirlər. Var onlarda da.